Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala men la nebiye ba'de. Allah subhanahu istəyir ki, qardaşımızın övladını salihlərdə eyləsin. Gözlərini sevincə gətirəcək ümmətə övladlar nəsib eləsin cümləmizə. Allah subhanahu övladlarımızı ona itaətə böyütməyi nəsib eləsin. Sonra isə burada qısa, tezkiyyətün nəfs, yəni nəfsi günahlardan təmizləmək barəsində olan gözəl bir məqalə var. İstədiyi onları, o məsələni xatırlayaq. Deməli, İlm əhli buyurur ki, qavaidu fi tezkiyyətin nəfsi, yəni nəfsi təmizləmək haqqında bir neçə qaydalar var. Yəni, insan nəfsini günahdan nələrlə təmizləməlidir. Çünki din gəlib nədən ötürü insan öz nəfsini günahlardan təmizləsin və itaətlərə yönəlsin. Və bu nəfsi təmizləməyin də cürbəcür yollar var. Bu yollardan ən üstünlərindən bəzilərini zikr edəcək. İlm əhli buyurur ki, innən nəfsəlləti beyinə cəmbəyi insan əmruha azim. Yəni, insanın öz yanında olan, yəni içində daşıdığı nəfs, yəni o nəfsin böyük bir yeri var insanda. Və şənuha kəbir, yəni onun şəni böyükdür. Fakat aksamallahu azze ve celle bi'adadin min mahlukatil kibari dallete ala azameti subhane fi sureti şems. Burada ilm ehli işarə verir nəyə? Şems suresine ve Şems suresinde Allah subhanahu ta'ala bir neçə məxluqa and içir. Nədən ötürü? Nəfsi təmizə çıxarmaqdan ötürü. Nəfsi təmizə çıxarmaqdan ötürü. Yəni insanların onları oddan uzaqlaşdıran və cənnətə yaxınlaşdıran nəfs hansıdırsa onu izah etməkdən ötürü. Allah subhanahu ta'ala Şems suresinin əvvəlində buyurur ki, Bismillahirrahmanirrahim. Və şəmsi və duhaha. Və şəmsi deyir ki, şəms günəşdir və qabağında və ant bildirir. Dedik ki, şəriətdə daha çox Quran-ı Kərimdə gəlib 3 ant forması. Vallahi, billahi və tallahi. Və həmçinin də ant hərfidir. Vallahi, billahi və tallahi. Vər-Rəhməni, bir-Rəhməni, tar-Rəhməni fərqi yoxdur. Allahın istədiyi adlarından və istənilən sifətlərindən birini and içmək olar. Və Allah subhanahu ta'ala burada günəşə and içir və Allah məxluqatından istədiyini and içir və bu həmin şeyi təzim eləməkdən ötürü, yəni bizə əhəmiyyətini vurğamaqdan ötürüdür. Və həmçinin Allah subhanahu ta'ala qadağan eləyir hədislərdə Peyğəmbər sallallahu aleyhi ve sellem Allahdan qeyrisinə and içməyi. Çünki bəzi insanlar Quran-ı Kərim oxuyanda görürlər ki, Allah and içir, and olsun günəşə, and olsun aya. Elə başa düşür ki, bu da aya, günəşə, özünə, canına, balasının canına and içə bilər. Xeyr. Allah məxluqatından istədiyini and içir və nəyə and içirsə bu onun önəmliyinə dəlalət eləyir. Amma bizə isə şəriət icazə vermiş Allahdan qeyrisinə and içək. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, kim Allahdan qeyrisinə and içərsə şirk və ya küfürləmiş olar. Kim lata, uzdaya və s. and içərsə onun kəffarəsi la ilahe illallahdır. Alimlər deyilən bəzilər vurğular ki, çünki əgər bütlərdən birini and içsə qorxulur ki, yəni bu böyük şirk olur və insan dindən çıxar. Ona görə kəffarəsi nədir? La ilahe illallah kəlməsidir. Yəni dərslərimizdə çox vurulamamış andın şirk olması barəsində, Allahdan qeyrisinə andın şirk olması barəsində. Ona görə bunun üzərində çox dayanmayacaq. Dayanacaq bu ayələr üzərində. Və şəmsi və duhaha, and olsun günəşə, onun saçdığı işığa. Vəl qamari izə tələhə. Və günəşdən sonra gələn nəyə? Aya. Və nəhəri izə cəlləhə. Və gündüzə, hansı günəşin açdığı gündüzə. Və leyli izə yaxşəhə. Və gecəni bürüyən və ondan sonra gecəni bürüyənə. Bunlar dördü də iki ayələr. Dördü də nə ilə bağlıdır? Günəşlə bağlıdır. Günəş Allah subhanahu məxluqatından əzəmətli məxluqdur. Allahın ən əzəmətli məxluqlarındandır. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Əbu Zərə deyir ki, ey Əbu Zər, günəşin batanda hara getdiyini bilirsənmi? Əbu Zər deyir, Allah və ya Rasul yaxşı bilir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, günəş batanda gedir Allahın ərşinin altına, səcdə edir, icazə istəyir ki, gedib təzədən yenə həmin yerdən çıxsın. Yəni qorxulur ki, ona və deyir, günəş qorxur ki, çəkinir ki, bir gün ona deyiləcək ki, get batdığın yerdən çıx. Bu da qiyamətdir artıq. Günəşin hardan çıxması, batdığı yerdən çıxması. Bu da artıq qiyamət saatdır. Çünki onda günəş öz funksiyasını itirəcək. Dedi ki, Allah subhanahu ta'ala Quran-ı Kərim Təkvir surəsində buyurur, İzə şəmsi kuvvirat. Günəş əmmamə kimi sarılacaq zaman. Təkvir, təkvir yox ha. Təkvir kimisi kafir deməkdir. Təkvir dönməyə deyilir, kavvara. Öyle parmaq tüv ətrafında bitlə doluyursan, buna deyilək təkvir. Və yaxud da başda əmmamən biri doluyursan, deyilək buna təkvir. Surənin adı da Təkvir surəsidir. İzə şəms kuvvirat. Qiyamətin olacağı halını bizə Allah subhanahu həmin ayələrlə xəbər verir. İzə şəmsu kuvvirat təkvir. Yəni günəş sarılacaq zaman, yəni əmmamə kimi sarılacaq günəş və artıq işığı sönəcək və öz funksiyasını itirəcək. Və atılacaq hara? Cəhənnəmə.
Güneş atacaq cəhənnəmə ki, bilsinlər ki, güneşə ibadət edənlər onların ilahı həqiqi ilah deyil. Aydındır? Onların ilahı həqiqi ilah deyil. Çünki güneşə ibadət edən qövmlər var. Güneşə ibadət edən qövmlər var. Həmçinin Süleyman Aleyhisselam heyvanları yığanda hududu tapa bilməmişdi və demişdi ki, gəlsin mən onu cəzalandıracağam. Və hudud gəlib ki, mən getmişdim bir qövmə, qəribə bir hadisə ilə rastlaşdım. Gördüm ki, onlar Allah'a qoyub güneşə ibadət edirlər. Allah'a qoyurlar, güneşə ibadət edirlər. Başlarında da Bilqis adına nə var? Qadın var. Alimlər də fikir verir. Yani onların güneşe ibadet eləməyi kuşu təəccübləndirmişdi. Bu gün ne diye o insanların halına ki Allah qoyub ki başqalarına ibadet edirlər, başqalarına kömək edirlər. Kuşu təəccübləndirmiş ki onlara bu Allah qoyub güneşe ibadet edirlər. Onun üçün şirk belədir. Bəzi alimlər deyirlər ki əslində o heyvanlar var, onların fitrətində də nə var? Tövhid var. Tək Allahlıq. Onlara bir lasmandılar. Onlar bir-birlər ruzu verənlər kimdir və s. və s. və s. Hansı ki, bəzi insanlar ona görə bir neçə aylarda gəlib ki, yer üzündə olanların ən şərliləri kör, kar, lal olanlardır. Yəni, haqqı eşitməyən kafirlərdir. Deyil heyvanlardır. Kafirlər heyvanlardan bir daha bedəldirlər. Çünki bunlar, kafirlər, soru-sual var, imtihan var, cənnət və cəhənnəm var. Heyvanlar isə diriləcəklər, bir-birinin haqqı alacaqlar, sonra isə nə olacaqlar? Torpaq olacaqlar. Sonra isə torpaq olacaqlar. Alimə deyil, bu da nəyə göstərir? İnsanları zülm etməkdən çəkinməyin vacibliyini göstərir. Yəni, əgər heyvanın haqqını alacaqsa, insanın zərrəsi heç kimdə qalmayacaq. İnsanın zərrəsi heç kimdə qalmayacaq. O gün 2 sənə dəstək dediyim qıssa xatırlayırsan. Deyir ki, bir nəfər deyir ki, Heytəm öz kitabında gətirir ki, bir nəfər deyir, mən bir nəfərdən getdim, onun əlindən balıq satırdı, balığını aldım, ondan neyniyərək? Güc gələrək, ona güc gələrək, zülm eləyərək. Əlini aldığında yəni balığı, zonla onun əlindən aldım. Sonra gəldim evə başladı qolum biləkdən çürüməyə, sonra isə dirsəkdən çürüməyə və mənim 2 qollarımda kəsdilər. Və deyir, mən çox pərişan halda idim. Bir nəfər bilən adam yanına getdim, dedi, insan bu nə haldır? Dedi, və belə-belə. Dedi, sən bəlkə kimsə haqqına girmirsən? Deyir, ha, mən filan kəs, ha vaxtsa, filan vaxtı, filan kəsdən onun əlindən nəyini almışam? Balığını zülmdən almışam. Dedi, ged onu tap halallığa. Deyir, mən də axtardım, bu adamı tapdım, onu görəndə dedim, mən tanıyırsan. Dedi, sən filan kəsən, deyir, mən filan kəsəm, səndən əlindən balığını almışdım. Deyir, bu nə haldır? Deyir, səndən balığı alandan sonra başıma bu hadisə gəldi. Qollarımı kəsdilər və s. Deyir, qapandı deyir, onun ayağına, kimə ki zülm eləmiş. Dedim, halallıq ver. O dedim, mən sən halallıq verim, gördü halını. Problem Allah səni bağışlasın. Deyir, senin dində olar səndən bir şey soruşun. Deyir, hə. Deyir, sən bu hal baş verəndə sən bəddua eləmişdin. Deyir, hə. Deyir, nə dedin? Deyir, sən balığı mənim əlimdən aldın, zülməyə sağ gücüm çatmadı. Dedim, Allahım, mən buna gücüm çatmadı, öz gücünü göstər ona. Ondan sonra deyir, mən qollarım, sənin qolların bundan sonra gedib. O gəlimə deyirlər ki, nezik hədisdə gəlib. Neyiniz? Məzlumun duasından qorxun. Onunla Allah arasında hiçbir pərdə yoxdur. Bəzi rivayətdə deyir ki, məzlumun duası Allah'a, heç kimə zülmü, kim olur olsun. Zülm demək ki, zülmətdir. Heyvanlar bir-birinə buynuzsuz qoç alacaqsa ki, onlar heyvandır, soru-sual yoxdur. İnsanlar beləcə. Zülmət qiyamət kimi. وَالْقَمَرِ إِذَا تَلَاهَا وَالنَّهَرِ إِذَا جَلَّاهَا وَالْلَيْلِ إِذَا يَغْشَاهَا. Bunlar hamısı güneşin, Allah subhanahu güneşe and içir, sonra aya and içir, sonra ise gündüze, sonra ise geceye. Yani bu dördü de aslında güneş, ay, gündüz ve gece. Dördü de aslında güneşten bağlıdır. Ona göre hamısının hakkında gəlir وَضُحَاهَا إِذَا تَلَاهَا وَإِذَا جَلَّاهَا إِذَا يَغْشَاهَا. Hamısı güneşe qayıdır. Orada hamısı neye qayıdır? Güneşe qayıdır. Çünkü güneş qadın cinsinde dərəb dilində müənnəsdir. Nədir? Müənnəs yəni qadın cinsindədir. Sonra Allah buyurur ki وَالسَّمَاءِ وَمَا بَنَاهَا. And olsun səmaya və onu qurana. And olsun nəyə? Səmaya qurana. وَالْأَرْضِ وَمَا طَحَاهَا. And olsun yerə və onu döşəyənə. وَنَفْسٍ وَمَا سَوَّاهَا. And olsun nəfsi yaradana və onu kamilləşdirənə. فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَا. Və o nəfs ki insanlar nəyi təlqin edir? Ya günahı ya da savabı. فَأَلْهَمَهَا. Təlqin eləyənə, yəni nəfsə təlqin eləyənə, nəyə təlqin edir? Fucurahə, ilham edir. Fucurahə, ya günah eləməyini, əv təqvahə və ya Allahdan qorxmağa. Sonra isə həmin bu
mesela indiki üzərində durduğumuz məsələyə gəlirsə, qad əfləhə mən zəkkəhə. Qad artıq əfləh, nicat tapışdı mən zəkkəhə. Nəfsini günahından arındıran kimsə qurtulmuşdur. Bax, bütün bu antlar, sadalanan antlar, bu ayəyə görə idi. Fikir verir, yəni ant 8 dənə nə hardasa. 9-cu ayədə deyir ki, qad əfləhə mən zəkkəhə. Bu qədər and olsun günəşə, and olsun o günəşdən sonra çıxan gecəyə, and olsun, daha doğrusu aya, and olsun gecəyə, gündüzə və s. Bunların hamısı buna görə idi. Ona görə antdan sonraki ayəyə fikir verin. Nə fikir verin? Antdan sonraki ayə. Allah and için, antdan sonraki ayə həmişə and onunla bağlı olur. Aydındır. And nələ bağlı olur? Onunla bağlı olur. وَالتِّينِ وَالزَّيْتُونِ وَتُورِ سِينِينَ وَهَذَا الْبَلَدِ الْأَمِينَ 3 tane and. لَقَدْ خَلَقْنَا الْإِنسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ. Biz insanı en güzel biçimde yaratmışız. And buna göreydi. وَالْعَادِيَاتِ ضَبْحًا فَالْمُورِيَاتِ قَدْحًا فَالْمُغِيرَاتِ صُبْحًا فَأَثَرْنَ بِهِ نَقْعًا فَوَسَطْنَ بِهِ جَمْعًا إِنَّ الْإِنسَانَ لِرَبِّهِ لَكَنُودٌ. Həqiqətən insan öz Rəbbinə qarşı nankördür. Bütün o atlara and içmələr, atların tövşəməsinə, ayaqların yerə çırpmasına, qığılcım çıxartmaqlarına, səhər vaxtı çeynəmə, ordunun ortasına girməyinə, hamısını and, atlara and. Al-Adid, hamısı nədən ötürüdür? İnnəl insan li rabbihi ləkənud. İnsan öz Rəbbinə qarşı nankördür. Bu ayədə də qad əfləhə mən zəkkəhə. Atlar nədən ötürüdür? Nəfsini günahdan təmizləyən kimsə nicat tapmışdır. Və qad xabə mən dəssəhə. Və qad xabə. Xabə, xab, xüsrana uğramaq, ziyana uğramaq, məhv olmaq. Və qad xabə mən dəssə. Onu günaha batıran isə nə olmuşdur? Məhv olmuşdur. Və qavluhu azza və cəl, uca Allah'ın sözü ki, qad əfləhə mən zəkkəhə. Nəfsini günahdan arındıran, təmizləyən kimsə nicat tapmışdır. Əy ənə mən sə'a fi təzkiyyətin nəfsi və islahihə. Yəni o kimsə ki, öz nəfsini təmizləməyə və onu islah etməyə çalışır. Və summihə bi istiksar minə taat. O xayrat. Və onu neyini deyir? Və onu çoxlu itaətlərlə, çoxlu xeyirlə, ibdadin anil məasi. Günahlardan və pis əməllərdən uzaq tutmaqla onu neyini təmizləyir? Aydındır. Şəriətdə bizdə 2 dənə şey gəlir. Bir gəl nəfsinizi təmizə çıxarmayın o mənada ki, özünüzü tərifləməyin. Allah Subhanahu buyurur ki: "Və la tuzakku və la tuzakku enfusakum huve a'lemu bimen ittaqa." Özünüzü təmizə çıxarmayın, yəni nəfsinizi bəyənməyin. Allah sizdən təqva sahibi kimdir, onu yaxşı tanıyır. Kimə kim tanıdı səni? Kimi tanıdısan? O sənin qəlbindən keçənləri bilə bilir. O yüzden özünüzü təmizə çıxarmayın. O mənada ki, tərifləmək. Burada ise əksinə əmin olun ki, özünü təmizə çıxardın. Yəni, günahlardan uzaq durun. Yəni, o təmizə çıxarmaq, bu təmizə çıxarmaq fərqli şeylər. Yəni, Quran-ı Kərimdə oxuyan sizə qəlbi görə bilir ki, olur. Burada deyir, özünüzü təmizə çıxarmayın. Orada iki nəfsi təmizə çıxaran nicat tapmışdır. Orada özünüzü təmizə çıxarmayın, yəni özünüzü bəyənməyin mənasında. Aydındır. Burada isə nə mənasındadır? Əksinə itaətdə çalışın ki, nəfsini günahlardan arınsın deyə. Və qad xabə mən dəssəhə. Və onu günaha salan isə neyləmişdi? Ziyana uğramışdı. Ey mən haqqara nəfsəhul kərimə bi fi'lil ətəm. Yəni insana verilmiş bu nəfsi günahlarla kirlədən insan neyləmişdi? Ziyana uğramışdı. Allahu akbar. Və əhləkə bi fi'lil zunub. Və öz nəfsinə nə həlak eləmişdi? Günahlar eləməklə. Və istəhəqqə bi zəlikəl xeybə vəl xusran. Və buna da nə layiq görülmüşdü? Ziyanlığa və خسرانه ولما كانت تزكية النفس بهذه الأهمية وواجب على كل مسلم ناصر لنفسه أن يعنى بها عناية الفائقة. Madem ki Allah Subhanahu Teala nefsi təmizə çıxarmanın bu qədər əhəmiyyətli olduğunu burada vurğulamışdı. Ona görə hər müsəlmana vacibdir ki, öz nəfsini təmizə çıxarmaq üçün çox ciddi şəkildə çalışsın. Neynəsin? Çox ciddi şəkildə. Tənbəlliklə yox, ciddi şəkildə. Ən yücahidə nəfsəhu alə təhqiqil hədihil qayədil həmidə. Yəni bu tərifə layiq. Tərifə layiq. Yəni, nəfsi təmizə çıxarma tərifə layiq halda axı. Nəfsi tərifə layiq, bu tərifə layiq halı əldə edilməsi üçün neyləməlidir? Çox mübarizə aparılmalıdır. Çox neyləməlidir? Mübarizə aparılmalıdır. Liyuflihə fi dünya və uxra. Nədən ötür? Həm dünyasını qutarsın, həm də ahirətini. Və yenə'am bi səadətil həqiqiyyə. Və həqiqi səadət əldə eləsin. Vallahi həqiqi səadət Allah Subhanahu itaətdədir. Həqiqi səadət Allaha itaətdədir. Malda deyil, pulda deyil, Allah Subhanahu itaətdədir. Buna da dəlil hansı surədir? Nəhl surəsi 97-ci ayədir. Mən amilə salihən min zəkərin əv unsə və huvə mu'min fələnuhiyyənnəhu həyətən tayyibə. Kim mümin kişi və qadınlar yaxşı əməl edirlər halda biz onlara gözəl həyat yaşadarıq.
Alimlər elə demədi ki, çoxlu ruzi verərik. Nə dedi? Gözəl həyat yaşadır. O həyat ki, insan neyinir ondan? Həm bu dünyada, həm də ahirətdə neyinir? Nicat tapır. İbn Hüseymin deyir ki, o gözəl həyatın ən böyük əlamətlərindən biri də Allah'ımıza nəsib etsin. O çox böyük sözdür. İbn Hüseymin deyir ki, o gözəl həyatın əlamətlərinin ən böyüyü də nədir? İnsan özündən daha çox xoşbəxt heç kimi zənn eləmir. Soruşdu ondan dünya xoşbəxt deyir, dünya xoşbəxt elə mənəm. Başqalarını görür, var filan kesin nəyi var, nəyim o yoxdur. O filan kesin işləyir, sənin çox şeyin var. Elhamdülillah, onlar nəyi var ki? Onlar əldədir. Əldən zor şeydir. Sənin onun həqiqidir. Çünki bu davam eləyəcək. O bütün dünyada sağ fayda verəcək. O isə heç bir fayda verməyəcək. Bu üçün əksinə maldırsa, xəşdən miyirsə lazım, onun ağırlıca əzabı var. Xəşdən miyirsə, onun da ağırlıca əzabı var. Onun üçün nə deyirlər? Soru-sual baxımından görsən, kasıb olma daha yaxşıdır. Soru-sual az olma baxımından kasıb olma daha yaxşıdır. Və innən nəfs alə muslim və innən nəfs alə muslim haqqa. Kəmmə qalə Nəbi sallallahu aleyhi ve sellem. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurduğu kimi nəfsin də insanın üzərində haqqı var. Və innə li nəfsikə aleyhə haqqa. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Əbu Davudun rəvayət elə hədisdə Şeyx Albani səhiləşdirib demişdi ki, nəfsin sənin üzərində haqqı var. Yuxtu mən yazun ənəl haqqa nəfsi yəkunu bitəşəddüd aleyhə və ilməni min hüquqiyyə əlləti fətərəlləh nüfus alə ihtiyacı ileyhə. Kəmə yuxtu mən yazun ənəl haqqa nəfsi yəkunu bitəfrid və ihmal siyasetiha və tərkuha munğamisatan fi şəhvətiha. Yəni iki kimsə də zənnində xətalı olub. O kimsə ki düşünür ki, nəfsi baş-boş bırakmaq lazımdır. Səhlənkarlıq eləmək lazımdır. Nəfsin sənin üzərində haqqı var, ona görə də Allah ola itaətdə çalışmır. Nə deyir? Nəfsin sənin üzərində haqqı var. Məsələn, sübh namazını yatıp qalır, deyir ki, sənin üzərində nəfsin haqqı var. Aydındır. Bu da səhv zənn eləyib deyil. Amma o kimsə ki, imkanı olduğu halda, məsələn, bunu yemək, imkanı olduğu da yemirsə, o da səhv eləyib. Ki, yəni bunu yemək onun nədir? Nəfsindəndir və s. düşünür. Bunu insan nəfsin istədiyin yerini yetmiş oram da. Yəni nəfsin haqqını nə edirəm? Onda çox haqqını verirəm birdən. Yəni ona görə ki, İslam dinləri təfrid və ifrat. Yəni həddən aşmaq və səninkarlığa olan ortasıdır. Vasatdır. Yəni orta yoldur. Nə belə yox, nə də o süzgür o. Və burada biz bir neçə səbəbini deyək, nəfsi təmizə çıxarmağın səbəbləri. Və nəfsi təmizə çıxarmanın müxtəlif səbəbləri var. Müxtəlif səbəblər var. Necə ki, elm əhli bu barədə yəni bir neçə alimin bu barədə sözləri var. Burada Şeyx Hüseyin deməyən sözün gətirir ki, İbn Teymiyyə rəhməhullah deyir ki, nəfsi təmizə çıxarmanın növləri. Əl-qaidatu ulə. Yəni qaydalar birinci qayda. Nəfsi təmizə çıxarmanın birinci qaydası. Ən-təvhid əslu mə təzəkku bihin nüfus və idə huvəl-qayətü ləti min əclihə xaləqən Allah azza və cəllə və əvcədənə. Kəmə qalə təalə. Tövhid nəfsi təmizə çıxarmağın əsli və bizim uğruna yaradıldığımız qayədir. Biraz cümlə ağır cümlədir, bir dəqiqə təcrübə edelim. Tövhid nəfsi təmizə çıxarmağın əsli, yəni əsası kökü və bizim uğurumuza yaradıldığımız qayədir. Yəni biz onun uğruna yaradılmışıq. Yəni nə üçün? Tövhid üçün. Necə güzel Allah bilir, وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ. Mən cinləri və insanları yaratmışam, yalnız mənə ibadət etsinlər. Zəriyət 56. وَهُوَ مِحْوَرَ دَعْوَةِ الْأَنْبِيَا وَرُسُلُ. Və o, peyğəmbərlərin dəvətinin əsasıdır. Peyğəmbərlərin dəvəti neydi? Əsasıdır. Kəmə qalə təalə, necə güzel Allah bilir, Nəhl surəsi 36-cı ayədə وَلَقَدْ بَعْثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنْ يَعْبُدُوا اللّٰهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ. And olsun ki biz hər bir ümmət Allah'a ibadət edin. Allah'tan gidip ibadət olunanlardan çəkin diye peyğəmbərlər göndərdik. Peyğəmbərlərin göndərmək məqsədi nədir? Allah'a ibadət edin və ondan gidip ibadət olunanlardan çəkin diye. وَقَدْ تَوَعَدَ اللّٰهُ تَعَالَى الَّذِينَ لَا يُزَكُّونَ أَنفُسَهُمْ بِالتَّوْحِيدِ وَالْإِيمَانِ بِالْعَذَابِ الشَّدِيدِ يَوْمَ الْقِيَامَةِ. Yəni Allah Subhanahu taala qorxutmuşdu, hədələmişdi o kimsələr ki, tövhidlə öz nəfslərini təmizə çıxarmırlar və Allah'a təklinə iman gətirməməklə. Bunlar kimlərdir? Müşriklərdir. Allah Subhanahu buyurur ki: "Vaylul lil müşrikin." Vay müşriklərin halına, "Ellezine la yu'tunez-zekate ve hum bil ahiretum kafirun." O kimsələr ki, zəkatlarını verməzlər və axirəti də inkar edirlər. Fussilet suresi 6-cı ayə. Qala İbn Teymiyyə rahimehullah taala fi tefsir ayəti sabiqa. Yəni bundan əvvəlki ayənin təfsiri barəsində İbn Teymiyyə buyurur ki: "Es-sabiq hiye tevhid vel-iman allazi bihi yuzakkul qalb." Yəni qəlbləri təmizə çıxaran ən əsas şeylər nədir? İman və tövhiddir.
فإنه يتضمن نفي الإلهية ما سوى الحق من القلب. Ve deyir, tövhid neyinir? Yani ilahlıq yalnız onun xalis haqqıdır. Ondan qeyri olan ilahları qəlbdən neyinir? Təmizləyir, çıxardır. Və beləcə də tövhidlə tək Allah'a bağlanmaqla qəlb neyinir? Saflaşır. İxlas da odur da. Əməlləri yalnız neyinmək? Allah üçün etmək, Allah xatir etmək. Bəli. Yəni ona başqa şey neyinməsi? Qarışmalıdır. Və isbət ilahil haqqı minəl qalb. Yəni sən Allah Subhanahu taalanın tövhidini eləməklə neyirsən? Qəlbdən ondan qeyrisinə ilahlığı, ibadəti tərk edirsən, həmçinin nəyi ispat edirsən qəlbdə? İlahlığın yalnız onun haqqı olduğunu. La ilahə illallah. La ilahə iki dayağı. İnkar və ispat. La ilahə. Qəlbdən çıxarsan bütün Allah'tan qeyri ibadət olan hamısı batildir. La ilahə, hiçbir ilah yoxdur, dünya haqqı olan ilah. İllallah, ispat edirsən ibadətin yalnız Allah'a məxsus olduğunu. Və huvə haqiqətü la ilahə illallah. Və o ilə la ilahə illallahın həqiqətidir. Və hədəl əsr mə təzqu bihin qulub. Yəni bu qəlblərin təmizə çıxaran əslidir. Qal İbn Qeyyim rahimehullah, İbn Qeyyim buyurur ki, tələbəsi, bu Əhməd bin tələbəsi. Qal əksər müfəssirin min sələfin və min ba'dahum, yəni bayaqçı ayə barəsində ki, nəfsini təmizə çıxaran və s. Ayə barəsində deyirlər ki, İbn Qeyyim deyir ki, bəzi təfsirçilər sələflərdən və onlardan sonra gələnə deyiblər ki, hiyə təvhid. Nəfsi təmizə çıxaran ən böyük şey nədir? Tevhiddir. Şəhadətü ən la ilahə illallah. La ilahə illallah şəhadətidir. Allahu akbar. Vel imanul-lezî bi yezkur qalb. Yəni imandır hansı ki o imanla qəlb neyinir? Təmizə çıxar. Və huve əslu kullu zəkəd və nəmə. Və hər bir təmizə çıxarmağın və qəlbin inkişafının necə deyirlər, canlanmasının ən böyük səbəbidir. Onu elədir. Zikir qəlbin ruhudur və onun canlanmasıdır. Allah zikirdən qəflətdə olması nədir? Ruhu, qəlbin o ruhu ki zikirdir, əksinə də qəlbi sıxıntıya salmaqdır. Onun ki Allah Subhanahu buyurur ki, ələ bi zikrillahi tatma'innul qulub. Bilin ki qəlblər yalnız Allah'ı zikrində rahat. Tabii bilməyim gözəl izah edir bu barədə. Deyir ki, qəlbi yaradan kimdir? Allah. Necə ola bilər ki, bu qəlb onu yaradan xatırlarında narahat olsun? Deməli onun özündə problem var, necə narahat olsun? Narahat olsa onun özündə problem var. Çünki bunu o yaradır. Necə ola bilər ki, onun sana verdiyi ən böyük əzaların nəyini sərkərdəsidir? Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, cəsəddə bir ət parçası var ki, o düzələndə bütün bədən düzəlir. O xarab olanda bütün bədən xarab olur. O da nədir? Qəlbdir. Necə olur ki, o onu yaradan, yada salanda narahat olsun? Deməli onun özündə problem var. Ona görə də ələ və zikrillah tatma'innul qulub. Qəlblər yalnız Allah Subhanahu taalanın zikrində rahat olur. İtaətlər ilə gün əzə çoxlu zikirlə, gün insan qəlbi necə belə yaxşı olur? O zikir, dua, itaət insanın üzündə belə görmüş. İnsan istəyirsə ki, bu güclü ibadət edir yəni. Ona belə insan ruh yüksəkliyi alınır, qəlblər. Amma insanda günahlar edəcə nə olur? Sifəti qaralır, başlayır qəlb pis hala düşməyə və s. və s. və s. Arada üzü istəyən hamınızdan güzgə baxsın, bir şey olur. Görün bu mənəm yoxsa yox. Adam özündə belə qəribi vid fason görür yəni. Aydın bu hamısı nədən irəli gəlir? Zikirdən uzaq düşməkdən. Zikirdən uzaq düşməkdən. Ona görə zikirdən uzaq düşmək miqdarında sıxıntı həyatdan nəsibi var da. Bu da hansı ayətdə Allah Subhanahu buyurur ki, Səfərimizdə Taha surəsidir. O mən a'rada an zikri fe inne lehu ma'işeten danka. Kim məni yada salmaqdan üz döndərərsə, onun güzəranı sıxıntılı olur. Alimlər deyirlər ki, möhtəzə içində milyonlara sahib olsa belə, kim məni yada salmaqdan üz döndərərsə güzəranı sıxıntılı olur. Aydındır. Bir də imkanı, çox imkan adamı bu söz demişəm. Nəysə, söhbət əslində ona dedim ki, bəli, sizin qəlbisində sıxıntıdadır. Məmkən öylədir, məsələn. Deyir ki, necə yəni, elə şey var? Deyir, harada mıysan? Deyim, Quranda var. Necə yəni, Quranda yazılır ki, yəni, deyim, hə. Deyim, sənin bu milyonların var, düzdür, amma qəlbin rahat deyil. Qəlbin daimi sıxıntı içindədir, problem içindədir, və s. və s. və s. Problemini də qutarmır. Hamıza faydası şeylərdir. Heç yata da bilmirsən düzəməli. Malım necə olacaq, səhər necə olacaq və s. İnsan istirahət belə eləmir, Allahu akbar. Ancaq fikirləri bağlıdır. Yəni, deyim, Allah Quran-ı Kərimdə deyir ki, kim məni yada salmaqdan üz döndərərsə, onun güzəranı sıxıntılı olar. Şimdi sual. Bu möminə də baş verə bilər, yoxsa yox? Bəli, möminə də baş verə bilər. Necə ki, Şeyh Hüseyin ibn Teymiyyə deyir. Hər insanın Allahdan və onun zikrindən üz döndərməyi miqdarında sıxıntılı həyatdan nəsibi var. Təkrar edirəm. Hər insanın
Allah'tan ve onun zikrinden üz döndürdüğü miktarda, mesela o tamamıyla üz döndürüp, omçu vapşi üz üstüne zibillik diye, zibil kanadı vesaire çok pis berbat gündedir. Sen müəyyən miqdar, sənin müəyyən miqdar o sınıfda nəsmin var. Əksi, daha da çox elədikcə artıq o sıxıntılılar hiçbir nəsmin yoxdur. Əksinə, sən xoşbəxtlərin nəysən, ən xoşbəxtisən. Onun gün o miqdarında. Sonra buyurur ki, وَكَمَا أَنَّ تَوْحِيدُ هُوَ الْأَسْلُ مَا تُزَكُّ بِهِ النُّفُوسِ Və necə ki, tövhid qəlbi təmizləyən ən böyük faktorlardan, səbəblərdən biridir. Beləcə də şirk qəlbi çirkablığa batıran, qəlbi pisləndirən ən böyük səbəbdir. Çünki nə deyir? Qad əfləhə mən zəkkəhə və qad xabə mən dəssəhə. Nəfsini günahdan arındıran, təmizləyən kimsə uğur qazanmışdır, nicat tapmışdır. Bu ayə düsturdur. Qad əfləhə mən zəkkəhə. Nəfsini günahdan uzaqdan eləmişdir, uğur qazanmışdır. Və qad xabə mən dəssəhə. Onu çirkəbə batıranda, çirkinliyə batıranda artıq ziyana uğramışdır. Çirkinliyin ən böyük çirkinliyi şirk olduğu üçün ona görə də qəlbin necə ki təmizlənməsinin ən böyük faktoru əlamət tövhiddir, eləcə də qəlbin pislənməyinin ən böyük təsiri nədir? Şirkdir. Çünki Yüce Allah buyurur ki: "Və laqad uhiya ileykə və illellezine min qablikə la in əşrakte la yahbatanna amaluka və la tekunanna minel xasirin." Sənə və səndən əvvəl bütün peyğəmbərlərə, və laqad and olsun, sənə və səndən əvvəl göndərilən bütün peyğəmbərlərə. Uhiyə, vəhy elədik ki, ləin əşrakte. Sən belə şərik qoşsan, Allah alimə deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem şərik qoşma ehtimalı yoxdur. İhtimalı olmayan insana deyir ki, hamımız bundan nə götürək? İbrət. Ləin əşrakte. Ləin ki, mümkün bir şərik qoşsan. Ləin əşrakte, əgər şərik qoşsan, ləyəhbatanna amaluka. Əməlin mütləq solar. Neyin o? Əməli pusular. Müraciət kimədir? Peyğəmbər sallallahu aleyhi ve sellem. Yəni onun əməli düz, onsuz da eləməyəcəkdi. Eləsəydi onun əməli pusular biz başqasının əməlinəcək. Və lətəkunənə minəl xasirin. Və ziyana uğrayanlardan olarsan. Zülmə surəsi 65-ci ayə. Bu ayə həmçinin nəyin dəlildir? Şirk əməlləri batıl edir. Bu ayəyə dəlildir ki, şirk əməlləri batıl edir. Zümər 65. Sənə və səndən əvvəlkilərə vəhy elədik ki, and olsun, sənə və səndən əvvəlkilərə vəhy elədik ki, əgər sən bir şərik qoşsan əməllərin batıl olur. Bu çıxar. Bu axirətə zərər çəkənlərdən olarsan. Və ilm əhli buyur ki, "Mətə əxləsəl abdu zul vəl-məhəbbə ləhu xalisat a'maluhu və sahhat." Nə vaxt ki insan ixlaslı olacaq, qul və Rəbbinin qarşısında zəlil olacaq, onu sevəcək və onun əməlləri ixlaslı olacaq və doğru olacaq. Və zəkkət nəfsuhu və tabət, onun nəfsi günahlardan arınacaq və nəfsi necə xoş nəfs olacaq, tabət, yəni xoş halında olacaq. Və mətə ədxəl əleyhə mə yəşubuhu minə şəvaibi şirk, nə vaxt ki nəfsə şirki pozan, daha doğrusu tövhidi pozan şirk daxil olarsa, artıq o nəfsinin ən böyük bataqlığa salmış olacaq. Yəni dənəs çirkaba deyilir bataqlığa. Çirkaba deyilir bataqlığa, yəni niyə? Nəfsini ən böyük bataqlığa salmış olan şirklə. Sonra isə ikincinin oxuya qalan səbəblərini inşallah gələn dərs götürər. İkinci səbəb, faktor, əl-qaidətü thəniyyə, ikinci faktor, ənəd-dua miftəhu zəkətün nüfus. Dua nəfsin təmizlənməyinin ikinci ən böyük faktorudur. Dua nəfsi təmizləməyin ikinci nə idi? Ən böyük faktordur. Allahu akbar. Və huwa min əfdəl ibadət indəllah. Çünki o Allah yanında ən fəzilətli ibadətdir. Li'anna fihi izharun lil'acz ve'l-iftiqar. Niyə dua əzəmətlidir? Çünki dua yalvarışdır və yalvarış qulun zəlilliyini və ona möhtaclığını göstərir. Bu da ona görə ən böyük ibadətdir. Yəni deyir ki, mənim qabağımda əyil və zəlil ol, mən səni ən yüksək yerə ucaldacağam. Çünki dua istəyirsən ondan. Adam birindən belə istəyəni görürsən, onun qabağında necə olur? Hələ nə dünya bir şey istəyirsən məsələn, aydındır. Utansan demək ki, insan Rəbbinə istəyəndə onu neyir? Allah da sevir ki, qulun qarşısında zəlil olsun, əlin açsın, yalvarsın ona. Deyərəm, getməyə qapım yoxdur. Sən qapına gəlmişəm, mən boş qaytarma. Hara gedirəm sən qolsan? Sən qolsan, hara gedirəm, sən qaytarma. Qoy sən filan ölkəyə bıraxmasınlar, ay stopun var, ay və s. Qovulduğun qapı Allahın qapısı olması, qalan neredeyse qovulaq olsunlar da. Kimsə bir qardaş dedi ki, mən filan ölkəyə bıraxma deyil, mən həmdülillah. Qovulduğun qapı kimin qapısıdır? Məxluqun. Filan ölkə başlı işləyirsə onun ölkəsində girməyəsən, elhamdülillah. Əsas ki, Allahın qapısından qovulma. Qovul da, çox da ki,
Məxluqun qapısından qovulsan, heç nə olmaz. Qovulduğun qapı kimin qapı olmasın? Allah subhanahu ta'ala qapısı. İstəmir o gözün ucuzun, bırakma sənin ucuzun. Elhamdülillah, məxluq istəmir onun gözünə giresin. Rahat olsun, rahat olsun. Ki qovulduğun qapı kimin qapısı deyil? Rəbbin qapısı deyil. Hocam Allah subhanahu ta'ala seviyor. Dua haqqında çox danışa bilərik. Sadəcə olaraq burada bu məsələlərin, yəni məsələyə görə qaldıraq məsələ təzəllül. Zəlillikdir dua Allah qarşısında. Və inkisar. İhtiyacını Allah subhanahu ta'ala bildirməkdir. Onun qarşısında əzilməkdir. Vəl-i'tiraf bi quvvetillahi və qudratihi. Həmçinin dua nədir? Allahın qüvvətini və qüdrətini itiraf etməkdir. Ya Rabbi, mən özüm bacarmıram. Sağa gəlmişəm. Mən bacarmıram. Vəl-ğinə. Allah subhanahu ta'ala kamil zənginliyi itiraf etməkdir. Allahu-s-saməd. Əs-saməd sənsən. Mən isə fəqirəm, möhtacam sənə. Və kəməl təsarrufi və tədəbburihi. Kainatını idarə edən və işlərini çevirən sənsən. Bu sənin kamilliyindir. Biz sən aqisik. Və ləhu ətərun azimun fi fəthi əvvabil xeyr. Duanın qapılığı, Allah subhanahu ta'alanın xeyir qapılarının açmağında böyük təsir var. Qalə Şeyxülislam İbn Teymiyyə rəhməhullah, əd-dua miftəhu kullu xeyr. Dua miftəh açarıdır bütün xeyirləri. Dua bütün xeyirlərini açarıdır. Fəkullu xeyrin tərcuhu li-nəfsikə və turidu min xiyarət-dünya vəl-əxirə. Bütün xeyirlər, nə ümid edirsən dünyada öz nəfsin üçün, həmçinin axirətdə, fətətlub minəllah, onu Allahdan tələb elə, istə, və iltəcə iləyhi fi neylihi və təhsili, onun əldə olması üçün ona yalvar. Və qad vaadallah subhanahu mən da'a iltəcə iləyhi bil icabə. Çünki sənin Rəbbin onu çağırıb ondan istəyənə cavab verəcəyinə və duasının qəbul olacağına vəd verib. Qalə Rabbukum və qalə Rabbukum ud'uni əstəcib ləkum. Rəbbiniz dedi, mənə dua edin, mən də sizin duanızı qəbul edeyim. Sələflərdən bəziləri dedilər ki, ya Rab, bizim duamızı qəbul eləmək istəməsən, niyə bizə deyəsən ki, məni çağırın, cavab verim. Mən də gəlmişəm, sən çağırın, mənə cavab ver. Bizim duamızı qəbul eləmək istəyirsən ki, deyirsən ki, məni çağırın, mən də sizə cavab verim. Eləysə mən də səni çağırın, mən duamı cavab verim. Axı sən demirsən, məni çağırın, cavab verim. Qalə Mutarrif rahimehullah, Mutarrif rahimehullah buyurur ki, təzəkkərtu mə cima'ul xeyr fə izə xeyr kətir. والصوم والصلاة وإذا هو في بيد الله وإذا أنت لا تقدر عليهما في يد الله إلا أن تسأل فيعطيك فإذا جمع الخير والدعاء أخرج الإمام burada Mutarrif rahimehullah'ın buradan Mutarrif İbn Şeyx'in sözünü gətirir ki, deyir mən xatırladım xeyir əməllərini. Sonra baxdım ki, onlar çoxdur. Oruç, namaz və s. Yəni bunlar və izə huve fi yedillah, Allah Subhanahu əlindədir. Və izə əntə la təqdir alədir, onlar hamısı da Allahın əlindədir. Sən də Allahın əlində olana gücün çatmaz. Yalnız ondan istəməklə gücün çatar. Onda anladım ki, dua bütün xeyir qapılarını açıcıdır. Açarı nədir? Duadır. Yəni onları belə dua edirsən Allah Subhanahu. Görürsən Peyğəmbər sallallahu əleyhi və səlləm bəyan etdiyi hədisdə Muaz bin Cəbəl nə öyrədirdi? Radiyallahu anh deyir ki, deyir ki, Allahümmə ə'inna alə zikrik və şükrik və istiğfar. Allahım sənə zikr etməyə, şükr etməyə və gözəl şəkildə ibadət etməyə mənə kömək elə. İyyəkə na'budu və iyyəkə nesta'in. Biz yalnız sənə ibadət edirik, yalnız sənə kömək istəyirik. Yəni bu şey belə Allah Subhanahu taala qullarına cavab verir nəylədir? Dua iləndir. Yəni sən dua edirsən, Allah kömək istəyirsən ki, ibadət edə biləsən. Dua edirsən, Allah kömək istəyir. Allah kömək eləsin sən ibadət et. İyyəkə nesta'in. Ona görə deyir ki, nesta'in kömək istəmək nədir? Vəsilədir. Vəsilədir, yəni səbəbdir. Qayə isə nədir? İbadət. İyyəkə na'budu nədir? Qayədir. Yalnız sən ibadət edirik. Və iyyəkə nesta'in yalnız səndən kömək, bu isə vəsilədir. Yəni sən Allahdan kömək istəyərək o ibadəti əldə edirsən. Bu Allah Subhanahu taala lütfündəndir. Və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm dualarından birində deyirdi ki, nəfsinə əlaqəli, nəfs təmizliyə əlaqəli. Buyurur ki, Allahümmə əti nəfsi təqvaha. Allahım nəfsimə təqvasını ver. Nəyini ver? Təqvasını. Və zəkkihə əntə xayru mən zəkkəhə. Onu təmizə çıxar günahlardan. Onu ən yaxşı xeyri təmizə çıxaran sənsən. Əntə vəliyuhə və mevləhə. Sən onun vəlisi və himayədarısan. Allahümme nə'udhükə. Allahım səndən nədir? Səndən sığınıram nədən? 4 şeydən. Fayda verməyən elmdən, sonra doymayan nəfsdən. Yo, o başqa deyir. Allahümme inni Əvzəvcü məsələsini ortaya soxma.
Allahümme inni euzubike min ilmin la yenfe'. Allah fayda vermeyen ilimden, kalbin la yakşa', korkmayan kalpten, nefsin la teşbe' doymayan nefsten, ve dua la yüstecebe lek, ve kabul olunmayan duada sağa sığınırım. 4 şeyden. Sığındığı şey nedir? 4 tane şey. İlim, kalp, nefs, dua. Fayda vermeyen ilimden, korkmayan kalpten, o kalbin ne merası var ki Rabbinden korkmur? O ilmin ne faydası var ki eğer sana fayda vermişse? Niye bu ilmin çoğluğunu sana fayda vermeyene sonra? Allah'tan fayda vermiş demeye lazım. 3. Doymayan nefs. Allahu Akbar. Hadise nezi gelir. İsnan la yeşbi'an. Şeyh Albani sahihleştirmesi değil. 2 nefer doymaz. Talib-u dünya ve talib-el ilim. Dünya talebesi, talebeliyen ve ilim talebeliyen. Sen ne görürsen dünya aktaran doyuptu dünyadan. Ne de okuyan okumaktan doyduğunu görürsen asla. Hey okuyan okumaktan doymazsın. Çünkü dünyadan doyuyor. Eyle daha çok bunu alırsan onu. Deyirsin ki Allah'ım hem de olsun sana bir tane mini getir. Ayağımı yerden görsün. Uzun yetiren ki falan motor çıkıyor. Allah'ım onu da ver. Sonra diyeceksin ki daha sedan istemiyorum. Allah'ım ya. Sen nefsi utanmış şeyler. Yeni iste. Biz demir isteme. İste elhamdülillah Rabbin kapıları genişler. Elhamdülillah. İste ve onun yine hem listelerde Allah'a itaate sərf edip. Bayaq dediğimiz gibi. Sen maçlığın yok idi. Namazlara gelirdin. Şimdi maçlığın var görünmürsən. Ne faydası oldu ki bana? Aydındır. Xeyir oluyor, şer oldu. Şer oldu. Bu dua gelir. Hem şey. Aydın Allah subhanahu istemeyi lazım xeyirlisini. Həmçinin burada gətirir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem özünün yani dua eləməyin, o nəfsi təmizləyən dualardan biri də ən böyüyü nədir? Allah'ın qarşısında zəlil olaraq bu duanı çoğaltmaq. Ya muqallibel qulub, səbbit qalbi alə dinik. Ey qəlbləri çevirən, qəlbimi din üzərində sabit elə. Bəzi rəvayətdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bu duanı səcdədə çox edirdi. Ya Subhan Rabbiyel A'lədən sonra da bunlar. Subhan Rabbiyel A'lə deyirsən o heç. Aydın ondan sonra vaxt varsa iman bu duanı çoğaltmaq lazımdır. Ya muqallibel qulub, səbbit qalbi alə dinik. Mövzu uzundur. Sizə görüm yorğunsunuz. Çok uzatmayalım. Düzün Allah bilir. Sallallahu aleyhi ve nebiyyina Muhammedin ve ala aleyhi ve sahbihi ecma'in. Subhanakallahu ve hamdik. Eşhedü en estağfurullah ve etûbü ileyh. Allah subhanahu wa ta'ala. Cezakumullah hayır. Barakallahu. Selamun aleyküm ve rahmetullahi. Aleyküm selam ve rahmetullahi.